Kızlar, bilirsiniz bugün bizim bayramımızdır. Görürsünüz hava da ne güzeldir. Sərin yaz mehi əsir, görürsünüz küləyə əsir. Ne güzeldir. Aa, yer unutmuştum. Merhaba, sizin yaylığınız ne güzeldir, özünüz eləmişsiniz. Çok sağ ol kızım. Yo, bunu özüm eləməmişəm. Belə bir üslub var. Parça üzərində işləyirlər rənglərlə, boyalarla. O batika adlanır. Gəlin mən sizə onu öyrədərəm. Çünki mən onu işləyə bilirəm. Gəlin gedək yeni qalereyaya, orada çox maraqlı işlər görərik. Biz dərsdən sonra görüşdük, coşuqlaşır arzular. Dostlar ilə dərsdən sonra görüşməyən darıxar. Biz dərsdən sonra yığışıb oxuyuruq, yazırıq. Dərsdə keçdiklərimizi biz təkrarlayırıq. Biz dərsdən sonra yığışıb oxuyuruq, yazırıq. Dərsdə keçdiklərimizi biz təkrarlayırıq. Kızlar, mən sizi bugün çox gözəl bir məkana gətirmişəm. Bura yeni qalereyadır. Gəlin görək bizi nə gözləyir. Batika, möhürləyici məhsullardan istifadə etməklə qumaş üzərində nəqqaşlıqdır. Mənasını bildiniz. İşləmə qaydasını birlikdə öyrənəcəyik. İşlərə diqqətlə baxın. Görürsünüz nə gözəl məkandır. Balacadır, ancaq çox gözəl incəsənət nümunələri var. Sizə tanış gəlir, Nuriyə? Mən bunu biləm, bu təkəldüzdür. Ay, sağ ol. Biz təkəldüz haqqında uşaqlara məlumat vermişdik. Sonra hansı janrları tanıdınız? Yeganə sən tanıdın bu janrı. Bilirsən o nədir? Natürmortdur. Uşaqlar, biz bugün sizinlə maraqlı bir məkana gəlmişik, qalereyadır. Siz bilirsiniz də, biz sizinlə çox qalereyalarda olmuşuq. Bu da yeni qalereyadır və burada gözəl sənət nümunələri görürük. Sizə tanış gələn var? Bizim dərslərimizdə, keçdiklərimizdə. Nuriyə, hansı sənə tanış gəlir? Mənə bu təkəldüzdür. Sən onu görmüsən, hə, bizim dərslərimizdə? Bəli. Aferin. Ay, sağ ol. O da natürmortdur. Burada müxtəlif heykəllər də var. Çox maraqlı, yağlı boyalarla işlər də var. Mənim, bu da təkəldüzdür. Yox, o təkəldüz deyil, o batikadır uşaqlar. Mənim, batika nədir? Batika parça üzərində işdir. Bu günləri mən sizə batikanı öyrədəcəm. Maraqlıdır sizə? Onda gəlin gedək, hazırlaşaq. Uşaqlar, bilirsiniz ki, Novruz bayramı olmamışdan qabaq bizim 4 çərşənbəmiz var, düzdür? Hansı çərşənbələri adlamışıq? Su, bir də od çərşənbəsi. İndi isə bizi qarşıdan gələn çərşənbəmiz yer çərşənbəsidir. Bilirsiniz də? Ay, Arif müəllim də gəldi. Salam, Arif müəllim. Salam, uşaqlar. Xoş gəlmişsiniz. Burada mən görürəm ki, Nərim müəllim, sizin əsərlərinizin sərgisi var. Bu vaxt açıldı bu sərgi, mənim xəbərim yoxdur. Uşaqların da xəbəri yoxdur yəqin. Arif müəllim, sadəcə mən uşaqları Batikanın bəzi sirləri ilə tanış eləmək istədim. Burada asılanlar hamısı Batikada işlədir. Bəli, bu mənim işlərimdir. Bilirəm, bildim. Və 4 çərşənbəyə aiddir. Hə, aydın. 4 dənə düzdür. Bəli, su çərşənbəsi, od çərşənbəsi, yer çərşənbəsi və torpaq çərşənbəsi. Çox gözəl. İndi uşaqlara bu gün Batikadan öyrənəcək yəqin. Bəli. Siz ayrı-ayrı ölkələrdə yaradılmış batika nümunələrini fərqləndirmək istəyirsiniz? Elə isə diqqətli olun. Şərq ölkələrində, Hindistanda, Çində, İndoneziyada batika texnikasında əsasən ipək və pambıq parça üzərində fırça ilə rəsm çəkərdilər. Batikanın vətəni hesab olunan Cənub-Şərqi Asiyada bir neçə texnika geniş yayılıb. Havada hər bir rəngin üstü daim isti mumla örtülür. Malayziyada isə rəsmin əsas hissəsi nəsis şəkilli ornamentlərlə xüsusi möhrün köməyi ilə basılır. Azərbaycanda möhürlə texnika qədimdən gözəlliyinə görə əvəz olunmaz kəlağayılar, süfrələr və digər məmulatlar yaradılan vaxtdan istifadə olunur. Arif müəllim, mən uşaqlara biraz məlumat verdim buradakı boyalar haqqında. Xüsusi boyalardır və fırçalardan da istifadə edirik. Belə yumuşaq fırçalar olmalıdır ki,
rəng parçanın Bunlar üzərində. quaşa oxşayır bu Nərmin müəllimə. Yox, Ancaq bunlar quaş deyil. quaşdan fərqlənir. Akril boyalar da sadəcə bunlar akril kimi qatı deyil, suludurlar. Hə, aydındır. Yəni bunlar suludular və bu da rezervdir. Bu da dekorativni Bu fırça əvəzindən bunlardan işte bu rənglər. Onlarla üstündə bəzi bəzəkləri var. Görürəm bəziləri burada Bəli. rənglər eləyir. Uşaqlar bilirsiniz də, ümumiyyətlə hər hansı bir işə başlamamışdan əvvəldən biz bir eskiz işləyirik. Nərmin müəllimə, siz neçə yaşında şəkil çəkməyə başlamısınız? Mən elə uşaq yaşlarından sizin kimi 3 yaşından çəkirəm, amma 7 yaşından artıq sizin kimi rəssamlıqla məşğul olmağa başladım. İndiyənə kimi sizin necə sərginiz olur? Mən çox sərgilərdə ümumiyyətlə iştirak eləmişəm. 60-dan çox diplomum var. 1-ci, 2-ci, 3-cü yerlər qazanmışam. Fərdi sərgim 3 dəfə olub. Belə isə ən böyük uğurlarımdan biri 1999-cu ildə Yaponiyanın Kanakawa şəhərində 1-ci yer tutdum. Oradan qızıl medal O aldım. vaxt neçə yaşınız vardı? Onda mənim 12 yaşım var idi. Görürsən, yəni o vaxtdan başlayır. Siz yəqin batikanı parça üzərində eləyirsiniz, ya ipək üzərində eləyirsiniz? Bəli, ipək üzərində ümumiyyətlə hər parçanın öz xüsusiyyətləri var. İpək üzərində olanda rənglər çox açıq rəngdə olur. Bax, burada görürəm ki, Bəli, bu o ipək üzərində. ipək üzərindədir, ipək üzərində. Bu rənglər hamısı dəyişmir ki, ipək üzərində olanda rənglər. Biraz dəyişilir, biraz dəyişilir. Həm də fikir verdinizsə qızlar, görürsüz batikanın ən belə vacib olan şərtlərindən biri odur ki, o şəffaf olmalıdır. Yəni vitraj kimi bu da şəffaf olmalıdır. Mən bir şey soruşmaq istəyirəm, mənim üçün maraqlıdır. Mən ümumiyyətlə bilirsiniz, mən qrafika sahəsində çalışıram. Bax, çəkidə ki, bu kəlağaylar var ha, bunun batikaya dəxli var yoxsa? Əlbəttə var. Əlbəttə var. Çünki Şəkildəki kəlağaylar da. Taşiyələr olur, düzdür. Orada bilirsiniz də 2-3 rəngdə olur. Onun qıraqlarındakı onu gördüm. Hələ yadıma düşür ki, bizim hələ ilk batikalarımız yəqin oradan başladı. Düz deyirsiniz, Arif müəllim. Nazik örpəklər var. Bəli, onlar da ipəkdən hazırlanır. İpəyin üstündə də o rəsmlər olur arxasında. Sadəcə o basma üsulu iləndir. Onu qumaş üzərində, yəni ipək parçaya həkk edirlər. Ta qədimdə nənələrimizin gözəlliyinə daha bir gözəllik qatan kəlağayı batika sənətinin müasir varisidir. Hələ orta əsrlərdə Şirvanda, Gəncədə, Baskalda ipəkçiliyin inkişafı ilə əlaqədar xalq sənətkarlarını, xüsusilə qadınların xüsusi məşğuliyyət növü kimi batika inkişaf etdi. Batikanın vətəni Malayziya, İndoneziya hesab olunsa da, bu sənət növünün Azərbaycanda da eyni dövrdə yarandığı təsdiqlənir. Demək, batikanın vətəni həm də Azərbaycandır. Batikanın bir neçə növü var. Soyuq batika var, isti batika var, düyünlü batika var. Onu məsəl üçün Hindistanda, belə şərq ölkələrində ən çox istifadə eləyirlər. Parçanı düyünləyirlər, boyanın içinə salırlar və o quruyandan sonra onu açanda çox maraqlı naxışlar əmələ gəlir. Mən bilirəm ki, isti batikalarda ütü ilə eləyirlər. İsti batika eləmək biraz çətindir, çünki onu şamdan istifadə eləyirik ki, rəng bir-birinə qarışmasın. Özünüz bilirsiniz ki, qızlar, parçanın üzərinə rəng düşəndə o yayılır. Düzdür, su düşəndə yayılır. Bu işlərim qarışıq batikadır. Burada həm isti batikadan, həm soyuq batikadan istifadə eləmişəm. Sizin çox gözəl fantasiyanız var. Çox sağ ol. Biz indi bugün dərsdən sonra verilişində hansı batikadan, soyuq batika, isti hansından işləməli olacaq? İsti batika çox qəliz olduğuna görə mən bugün ən sadəsindən başlayacağam. Soyuq batika eləyəcəm və istəyirəm ki, elə sıfırdan başlayaq Arif müəllim. Mən bilirəm siz işləyəndə bir dəfəlik parçanın üstündə işləyirsiniz, çünki hazırlıqsız. Uşaqlar onda kağızın üzrə çəkməlidirlər, sonra kağızdan sonra köçürməlidirlər. Bəli, mütləq eskiz eləmək lazımdır. Müəyyən dövrlər vardır. Əvvəl kağızda eskiz olmalıdır. Mütləq eskiz olmalıdır. Ancaq mən bilirəm ki, siz bütöv bir dəfəlik parçanın üstündə eləyirsiniz. İşlənmə texnologiyasına görə batikanın bir neçə növü var. Biz sadalayaq, siz isə yadda saxlayın. Həm də diqqətlə baxın ki, siz onları həm tanıyasınız, həm də işləmək qaydasını öyrənəsiniz. Soyuq batika diqqətinizi çəkəcək. İsti batikanın gözəlliyinə heyran olacaqsınız.
düyünlü batika, azad bəzəmə, naxış vurma isə sizin fantaziyanızla qeyri-adi olacaq. Rəssam bu zaman müxtəlif üsullardan, akvarel, qravür, virtajdan istifadə edir. Başlayaq Nərmin? Başlayaq Arif müəllim. Mənə elə gəlir ki, bu günləri gözəl havadır, Bəli. əsl yaz havasıdır. Ona görə biz yaza aid nəsə şəkil çəksək, maraqlı güllərdən çox qəliz Mənim olmaz. gənc rəssamların bir fikri var nə çəkməyə. Nə çəkmək istəyirsiniz qızlar? Nə çəkin? Fikrinizdə, fantaziyada nə əmələ gəlir? Mart ayında nə olur? Bax görürsünüz ki, çox gözəl bənövşə güllər var. Gəlin başlayaq işə. Uşaqlar, gördüyünüz kimi mən burada güllər işləyirəm. Çünki baharın birinci elçiləri elə güllərdir. Bir də qaranquşlar. Bir də qaranquşlar. Qaranquşlardır, quşlar yaxşıdır. Arif müəllim, mənim eskizim hazırdır. Bu saat rənglərdə seçək. Bu eskizi, bu hazırladığım çərçivəyə köçürtmək lazımdır. İndi onu necə köçürdəcək? Bu şəffaf ipək olduğuna görə Oradan bunu görünür onu. görsənir. Və biz eskizi hazır eləyirik ki, çünki ipəyin üstündə onu pozmaq olmur. Ona görə biz eskizi kağız üzərində çəkirik və sonra ipəyin üzərinə İndi bu köçürürük. uşaqlar buradan o həmin çizgiləri çəkə bilərlər. Bəli, çəkə bilərlər. Hazırdır. Qızlar, görürsünüz, bax bu hazır olan eskizi onun altına qoyuruq və üstündən gedirik. Ay, karandaşım qırıldı. Yeganə, mənə karandaş gətirə bilərsən ya da yonan. Nuriyə, bəlkə sən də kömək eləyəsən. Bir baxın, görün, hardan tapırsınız. Siz hərə bizə bir dənə karandaş gətirdiniz. Nuriyə, indi qızım mənim üçün bir dənə də yonan gətir, mənim də karandaşım olsun. Qızlar, indi gəlin siz də mənə kömək edin. Bu güllərin üzərini siz gedin. Yaxşı? Yeganə, mənə kömək elə bunu qoy qırağa. O artıq bizə lazım deyil. Bizim parçamızın üzərində, apar onu qoy qırağa. Parçamızın üzərində Əsas məsələ indi başlayır. şəkil ipəyin görsənir. üstündə rəsm çəkmək. Bəli. Və biz Bu tibbi elementlərə oxşayırlar. bəli, bu xüsusi mayedir, maddədir. Yox, bu karandaş. Bəli. Bu biraz Tibbi alətlərə oxşayır. Uşaqlar, bu məhlulu bu borunun içinə yığmaq üçün çox ehtiyatlı olmaq lazımdır ki, udmayaq. Ancaq Nuriyə bu şirələri də o cür içir. Müəllimə boğazını keçir. Nə olar? İnsan zəhərlənə bilər də, çünki bu elə maddədir ki, Bunlar hamısı hamısı kimyəvi maddələrdir. benzindən istifadə olunur burada, şamdan istifadə olunur, yəni iyindən də görürsünüz ki, Bu xətlərə müalicə ilə keçirsən, karandaş kimi. Bəli. Çünki rənglər qarışmasın. Rənglər qarışmasın. Onlar o xət sərhəd kimidir. Hər rəngin arasında bir sərhəd kimidir. Bax burada görürsən, Nuriyə görürsən, bax bu xətləri çəkir Nərman müəllim. Sonra bu rəng ora keçmir. Onda bu rəsm düz qalır. ümumiyyətlə Arif müəllim, basika çox vaxt aparan bir sənətdir. Çünki Ümumiyyətlə bunu sənət həmişə vaxt aparandır. Bəli, da. çünki O gərək bunu- keyfiyyətlə olsun, onun səbr lazımdır, müəyyən onun texniki imkanları lazımdır. Rəngkalıqda gözləyirsən ki, biraz rənglər qurusun, yağlı boya bəzi vaxtlar. İndi burada da əvvəlcə o rəsmlərin, çizgilərin də olsan ki, rənglərin sərhədləri qatışmasın bir-birinə. Soyuq batika sənətkarların adətən az müraciət etdikləri növdür. Burada rəssam parça üzərində təsvir olunacaq işin tam, dəqiq və aydın eskizini çəkir. Daha sonra rezin yapışqanı.
rəng və benzin məhlulların qatışığından alınan mayyəni xüsusi alətlə rəsmin konturları üzərinə həkk edib prosesi bir neçə dəfə davam etdirirlər. Bu əməliyyat gələcəkdə müəyyən rəng tonlarının təsvir üzərində bir-birinə qarışmaması üçün aparılır və hər dəfə rəng tonlarının artmasına, nəticədə isə keyfiyyətli, gözəl sənət nümunəsi yaranır. Bunun qurumağı nətərdir? Əslində bunu gözləmək lazımdır bir gün. Arif müəllim, bir də baxmaq lazımdır ki, əgər boşluq olanda onda boya həmin boşluqdan yayılır. Ona görə biz hamısını işi tamamlayandan sonra rənglənməmişdən əvvəl biz onu gün işığında baxırıq ki, onun boşluğu olmasın. Bir balaca cızıq olsa rəng qaçacaq. Bir balaca cızıq olan kimi rəng oradan qaçacaq. Bütün fikirləri dağıdar. Yəni biz fikirləşdiyimiz rəsm ki var, o öz keyfiyyətini itirir. Bəli, keyfiyyətini itirir. Ona görə mən bugün qızlarla bunu eləməyəcəm. Mən sadəcə göstərdim ki, bu necə olur. Bir də onu demək istəyirəm ki, bu boyalar yulandan sonra da getmir. Arif müəllim, əgər biz istəyiriksə, burada rənglər biraz qarışsın bir-birinə. Ümumiyyətlə, biz o birisi işləri işləyəndə həmişə palitramız olur. Ancaq indi palitramız yoxdur. Biz elə qapaqlarda da o rəngləri biraz aça bilərik. Müəllimə, mənim paltarımın üstündəki də batikadır. Yox, sənin paltarının üstündəki batika deyil, ancaq paltarların üzərində də batikanı istifadə eləmək olar. Yaylıqlarda, parçalarda. Yəni bir element kimi. Sulu boya kimi texnikasına oxşuyur. Bəli, təxmini sulu boya texnikasına oxşuyur. Və görürsünüz ki, bəzi yerlərdə mən suladım ki, orada effektlər alınsın. Amma sulamayan yerlər əvvəlcə belə dəqiq olur. Yenə də dediyim kimi rezervdən mütləq istifadə eləmək lazımdır. Çünki bu müvəqqəti belə durub, birazdan onlar da yayılacaq. Uşaqlar, mən indi sizə qeyri-adi bir şey göstərəcəm. Yəni, bu da batikanın texnikasına daxil olan bir şeydir. Yeganə, mənim üçün duz gətirə bilərsən? Gətir qızım. Müəllimə, duzu neyləyirsiniz? Biz indi duzdan istifadə edəcəyik və çox maraqlı bir effekt alınacaq. Yəni faktura belə gəlməlidir. Bəli, biz duzu bu parçanın üzərinə tökəndən sonra, yəni o quruyandan sonra müxtəlif effektlər yaranır. Bax, burada siz onları görə bilərsiniz. Yəni o Sadəcə duzdur, qum da ola bilər. Sadə duzdur. Qum yox, duz olmalıdır. Çünki duz suyu çəkir özünə. İstiyot necə? İstiyot olmaz. Arif müəllim, mən Çiçəyim Uşaq Teatrının balaca üzvləri üçün yeni kolleksiyalar hazırlayıram, moda nümayiş etdirirlər və sonuncu elədiyim kolleksiyada elə parça üzərində rəsmlərdir. O rəsmləri siz ayrıca çəkib kollaj eləyirsiniz parçanızı, yoxsa elə bütün geyimin üzündə özünüz çəkirsiniz? Bütün geyimin üzərində. Geyim hazır olan prosesdə, yəni hələ tikilməmişdən əvvəl biçilmiş halda mən onu işləyirəm. Sonra quruyandan sonra o tikilir.
Keçən dəfə Ebru'la gördük. O da bir texnoloji prosesdir. Bugün Vatikanı gördük, düzdür? İndi burada olanlar da gördülər və bizə tamaşa edən tamaşaçılar gördülər ki, bu Vatikan necə əmələ gəlir, qaydaların bildirir. Yəni kimin imkanı olacaq, maraqlanacaq sonradan bu ilə də məşğul ola bilərlər. Orada şəkilə var, bildim də şəkil örgəyi var, məsələn ona da yaxındır. Arif müəllim, mən bunu akademiyada oxuyanda öyrənmişəm. Bu təhsildir, təhsil. Bəli, çünki belə adi rəssamlıq yerlərində onu öyrətmir. Müəyyən şeylər var ki, hamısı gəlir təhsil alsın. İndi bu uşaqlar ümumi anlayışı məqsəd daşıyır, tanış eləyirik. Oxuyandan sonra təhsil alacaqlar kollecdə, sonra akademiyada, orada daha da möhkəm öyrənəcəklər. Necə sizin kimi? 12 yaşında bilmirdiniz ki, Vatika var. Yox, bilmirdim. Ancaq kağızla çəkirdiniz, onların sərgilərdə iştirak edirsiniz. Ancaq indi görürəm ki, bütün zal çox gözəl Vatika əsərləri iləndir. Nərmin xanımın çox gözəl əsərləri var. Və insanlar da gəlir bu yeni qalereyada baxırlar bu işlərə, onlardan feyziyab olurlar. Arif müəllim, mən biraz bu boyalardan da istifadə eləmək istəyirəm ki, uşaqlara aydın olsun ki, bunları necə istifadə edirlər. Arif müəllim, məsəl üçün bəzi dekorativ gözəllikləri eləmək üçün bunlardan istifadə edirlər. Ancaq Vatikanın özündə çox vaxt belə şeylər istifadə olunmur. Çox gözəl olunur, fikirlərinizə xoşuma gəlir. İndi quruyandan sonra lap gözəl olacaq. Ona görə ki, bu duzun effekti ancaq quruyandan sonra görsənəcək. Bir də ki, Arif müəllim, bu Vatikanın xüsusi bir cəhətlərindən biri odur ki, burada maraqlı çatlar eləmək olar. Onu da nə edirlər? İsti Vatika və yaxud bu elədiyimiz soyuq Vatikanı quruyandan sonra üstünü şamla örtürük. Şamı da onun üçün əritmək lazımdır. Ona görə uşaqlar bunu eləyə bilməzlər. Bunu ancaq böyük adam eləməlidir. Mən görürüm, çox gözəl effektlər alınır. Əvvəlcə isti Vatikanın hazırlanmasını öyrənək. İsti Vatika rəssama daha geniş imkanlar açır. İsti Vatika işlənmə texnologiyasına görə də çox maraqlı və zövqlüdür. Bu növdə hazırlanan Vatika nümunələrinin əsasını parafin şamı təşkil edir. Mum xüsusi qazanlarda qızdırıldıqdan sonra ştif batik adlanan elektrikli alətdə doldurulur və yenə də əvvəlcədən hazırlanmış təsvirin cizgiləri üzərində hərəkət etdirilib kontur edilir. Sonra kompozisiyanın mövzusuna uyğun olaraq rəssam tərəfindən rənglənir. Nərmin müəllimə, mən bilirəm ki, siz Nizami rayon Uşaq Yaradıcılıq Mərkəzində uşaqlara dərs deyirsiniz, öyrədirsiniz, rəsmi öyrədirsiniz. Mənim maraqlıdır. Bax, bu Vatikanı da öyrədə bilirsiniz onlara. Arif müəllim, bu çox böyük, uzun proses olduğuna görə orada mən Vatikanı öyrətmirəm. Ancaq uşaqlarla kompozisiya dərsləri keçirəm. Onları beynəlxalq, Azərbaycanda keçirilən sərgilərə hazırlayıram. Və bizim orada çox böyük uğurlarımız var. Artıq mən 10 ildən artıqdır ki, orada çalışıram və bu 10 il ərzində 30-dan çox bizim respublikamıza müxtəlif medallar gəlib. Qızıl, gümüş, bürünc medallar gəlib. Bunlar uşaqların işlərinə görə müxtəlif ölkələrdən, Hindistandan, Yunanistandan, Rusiyadan, Türkiyədən, Amerikadan, hətta bizim bir uğurumuz var idi ki, 4 il bundan əvvəl mənim tələbəm Amerikada birinci yer tutdu və biz Vaşinqtona getdik. Orada bir həftə oranın mədəniyyəti ilə tanış olduq, sərgilərini gəzdik, çoxlu gözəl muzeyləri gəzdik, çox maraqlı idi. Bizim dərsdən sonra verilişi də bu yaradıcılıq mərkəzlərindən biridir. Yəni sizdə 30 nəfər, 25 nəfər uşaqlar məşğul olursa, bizim verilişə milyonlarla uşaqlar baxır. Həm Azərbaycanda, həm də ki, xarici ölkələrdə. Ona görə mən istərdim ki, bütün uşaqlar da bizim verilişimizi həmişə izləsinlər və bizim verilişlərdən çox maraqlı elementlər yadlarında qalsın.
Uşaqlar, biz sizin əl işlərinizi öz e-mailimizdə gözləyirik. Mən inanıram ki, bu işlərə baxandan sonra sizdə də maraqlı fikirlər yaranacaq. Fərqi yoxdur ki, siz nəyin üzərində işləyirsiniz. Sadəcə onu gözəl işləsəz, ona çox sevgi ilə yanaşsaz, mənə elə gəlir ki, sizin bütün işləriniz uğurlu olar. Düzdür qızlar? Bu yerdə də sizinlə sağollaşırıq. Sağ olun.